Salam dostlar, deməli bu gün baxaq past simple. Keçmiş zaman. Keçmiş zaman deməli necə düzələcək? Sualın inkarı necə olacaq? Hansı cümlələrdə biz keçmiş zaman işlətməliyik? Gəlin bunlara bir nəzər yetirək. Keçmiş zaman iki yolla düzəlir. Yəni feillər iki qrupa bölünür. Verbs iki qrupa bölünür. Qaydalı, regular and irregular, qaydasız. Qaydalı feillər id suffiksi ilə düzəlir, qaydasızlar isə kökündən dəyişir. Məsələn, deyirəm to play. Olacaq played. Məsələn, birində qaydasızsa deyək. Come, came, come. Feillərdə bu üçüncü forma adlanacaq participle to. Bu forma bizə lazım olacaq bitmiş zamanların düzəlməsində. Deməli, qaydalı id ilə düzəldi, qaydasızlar isə kökündən dəyişdi. Keçmiş zamanın sualı və inkarı did köməkçi feili ilə düzəlir. I played with my friends. Mən dostlarım ilə oynadım. Sualda olacaq did I, daha played olmayacaq. Play, yəni feil əvvəlki formasına qadir. Play with ... Yəni bu sondakı idi artıq buna keçir. İnkarda da olacaq I did not. Qısa forması da didn't-dır. I didn't play ... Ardı da olduğu kimi olacaq. Bu oldu bunun sualı, inkarı, bildik nə ilə düzəlir? Did köməkçi feili ilə düzəlir. To be-nin isə keçmiş zaman forması was, were-dür. Was deməli işlənəcək üçüncü şəxsin təki, yəni he, she, it plus I-la, qalan şəxslərlə, yəni you-dur, we-dir, they-dir. Bunlarla işlənir were. Məsələn, yazıram ki I was a student. Sualda əgər to be varsa nə edirik? Önə keçir. Sual inkar to be-nin özü ilə düzəlir. Was I a student? İnkarda isə to be-dən sonra not hissəciyi artırılır. I was not və yaxud da I wasn't a student. Keçmiş zaman hansı hallarda işlədilməlidir? Keçmişdə ardıcıl baş verən hərəkətləri bildirmək üçün. Məsələn, deyirəm ki I got up early, washed my face, daha sonra yazıram and had breakfast. Last summer. Deyirəm, mən keçən yay erkən oyandım, üzümü yudum və səhər yeməyimi etdim. Baxın, bu nə olub? Ardıcıl baş verir. Birinci oyanmışam, sonra üzümü yumuşam, daha sonra isə səhər yeməyimi yemişəm. Bu nə oldu? Bu oldu. Hər üç feil də oldu keçmiş zamanda. Çünki ardıcıl baş verir. Və yaxud da adət alan bir vərdişdir. Məsələn, deyirəm I got up early every day last summer. Mən keçən yay hər gün erkən oyandım. Keçmişdə təkrarən baş verən, yəni artıq bir hərəkət olub, mən onu davamlı etmişəm, amma indi tərk etmişəm. Bu zaman biz istifadə edirik used to ifadəsindən. Used to-dan sonra gəlir məsdər. Məsələn, deyirəm ki I used to get up early. Mən erkən oyanardım. Yəni artıq eləmirəm, artıq onu tərk etmişəm. Bu zaman biz nə istifadə edirik? Used to. Bu used to-nun əvəzinə to be used to, to get used to işlətmək mümkündür. Mənası artıq bir zamanlar etmişəm, amma indi o hərəkəti etmirəm, yəni o hərəkəti mən tərk etmişəm. Bu zaman biz istifadə edirik used to be used to get used to ifadələrindən ardı, ərdi kimi tərcümə olunur. Yəni mən bunu edərdim.
Eğer biz bir zaman bilmək istəyirsə, onun nəyin bilməliyik? Onun zaman zərflərini bilməliyik. Keçmiş zamanın ən çox işlənən zaman zərfləri yesterday, dünən, ago ilə olan ifadələr. 2 years ago, 2 months ago. Yəni ago varsa keçmiş zamanda. Last ilə olan birləşmələr. Last week, last year, last month, last season, last summer. Keçmiş illər, məsələn, in 1990. Bu zaman biz keçmiş zaman istifadə edirik. Məsələn, deyirəm, in my childhood, mənim uşaqlığımda, in my youth, gəncliyimdə. Bu zaman biz nədən istifadə edirik? Keçmiş zamandan istifadə edirik. Bir də once upon a time. Bu birləşmədə də biz istifadə edirik keçmiş zamanla. Gəlin keçmiş zamana aid bir neçə test nümunələrinə baxaq ki, daha da yaxşı qavrayaq. Aha. Baxaq 8-ci suala. Deməli 8-ci sualda He from Baku State University in 2010. Aha, 2010 artıq bu keçmişdə olan bir ildir. Keçmiş illərlə biz hansı zaman işlədirik? Keçmiş zaman. Deməli cavabımız nə olacaq? D variantı. Will graduate gələcək zamandır. Graduates indiki zamandır. Is graduating indiki davam edicidir. Has graduated bu isə indiki bitmişdir. Bizə keçmiş il varsa bu göstəricidir artıq. Nə götürürük? Keçmiş zaman götürürük. Belə bir suala nəzər salaq. 3-cü sual. Did Sarah, last night. Burada nə var? Last var. Last var deyə hansı zamandır burada? Diddən də görəm ki, keçmiş zaman olur. Və did işlənibsə feil necə olur? İlkin formasında. Yəni A variantı olacaq. Bir cümləyə sual veriləndə köməkçi feil varsa, feil əvvəlki formasına qayıdır hər zaman. Yəni bu cümlənin normal halı bəs necə olub onda? Normal halı belə olub. Sarah went to cinema last week. Normal cümlə belə olub, lakin sual verəndə nə edib? Diddən istifadə edib deyə went qayıdıb əvvəlki formasına, yəni go olub. Baxaq 17-ci suala. Baxaq 17-ci suala. Deməli 17-ci sualda cümlənin sonunda nə görürəm? Cümlənin sonunda yesterday görürəm. Yesterday görürəmsə hansı zaman olmalıdır? Olmalıdır keçmiş zaman. Keçmiş zaman olmalıdır deyə mən baxıram variantlara ki, hansı keçmiş zamandadır. Deməli, A variantını çıxıram, indikidir, C-ni çıxıram, indikidir, Y-ni çıxıram, keçmiş davam edicidir, D-ni də çıxıram, indiki bitmişdir, cavabım olacaq B variantı. Baxın, diddən də görürəm ki, bu keçmiş zamanın köməkçi feilidir. Feil hansı formaya qayıdıb? İlkin formaya qayıdıb. Cümlənin normal halı necəymiş onda? Bunu da yazaq. She cleaned the house yesterday. Bu cümləni inkarda verib və inkarda da biz nədən istifadə edirik? Did not və yaxud da bunun qısaldılmışı da didn't. Bundan istifadə edirik. Eyni şey olub və feil də qayıdıb ilkin formasına. Baxaq 26-cı suala. 26-cı sualda cümlənin sonunda nə görürəm? Last night görürəm, yəni last görürəm. Deməli, hansı zaman olmalıdır? Keçmiş. The past simple. Deməli, burada da keçmiş zaman olan variant C variantıdır. A lion escaped from the cage last night. Şeir deyir, dünən, keçən gecə qəfəsdən qaçdı. Canlı qutardı, yəni o mənada. Ona görə idini görən kimi bilirəm ki, bu da keçmiş zamanda olan feildir. 28-ci sualda yenə burada nə var? Yesterday var. Yesterday varsa hansı zamandır? Keçmiş zamandır. Ona görə cavabımız olacaq B variantı. Buy almaq feilinin keçmişi olacaq bought. Deməli, indi baxaq gələcək zaman. Future simple tense form. Gələcək zaman bəs necə düzəlir? Gələcək zaman to be-nin gələcək zaman forması, yəni will və shall vasitəsilə düzəlir. Bunlardan sonra isə gəlir to-suz məstər. I, we də olur shall. Əslində indi müasir ingiliscəsində bu fərqləndirmək yoxdur. Qalan şəxslərdir, yəni he-dir, she-dir, it-dir, you-dur,
V-dir, daha doğrusu V yox, Z-dir. Bunlarla işlənir will. Sualı inkarı da əgər to be-dən deyirəmsə mən, to be-nin gələcəyi forması, deməli sual inkar nə ilə düzələcək? Will shall-in özü ilə düzələcək. Məsələn deyirəm ki, I shall graduate. Mən məzun olacağam. Sualda nə edəcəm? Shall I graduate? İnkarda isə will shall-dən sonra nə artırırıq? Not istəyəcəyik. I shall not graduate. Mən məzun olmayacağam. Graduate. Bunun qısaldılmış forması da shall not bərabərdir shan't. Will not bərabərdir won't. Aha. Gələcək zaman forması da çox zaman zaman zərflərindən əlavə uzlaşma zamanı daha çox biz gələcək zaman nəzər yetiririk ki, şərt zaman budaq cümlələrində yəni şərt zaman budaq cümlələri nə ilə başlayır? If, when. Bunlardan sonra gəlirdi indiki, əvvəlsə gələcək zaman gələcək. Kafi oldu, gələcək zaman gələcək. Deyirəm ki, I shall reach when you come. Mən sən gələndə çatacağam. Burada deməli when nədir? Zaman budaq cümləsidir bu. Nə vaxt çatacağam? Sən gələndə. Ona görə when-dən sonra işlədirik indiki zaman, əvvəlsə olur gələcək zaman. Və bayaq used to ifadəsi idi. Burada isə to be going to ifadəsidir. To be going to ifadəsi niyyətində olmaq anlamındadır və bu gələcəyə aid planlaşdırılmış hərəkətləri ifadə etmək üçün istifadə olunur. Mənası nə oldu? Niyyətində olmaq. Aha, baxaq o zaman. İndi bir cümləyə baxaq. I am going to learn foreign language. Mən xarici dil öyrənmək niyyətindəyəm. Yəni artıq onu planlaşdırıram ki, mən bunu edəcəm. Burada nə var? To be var. Deməli sual inkar nə ilə düzələcək? To be-nin özü ilə. Am I going to learn foreign language? A foreign language. I am not going to learn a foreign language. Bu zaman deməli biz əgər nəyisə niyyətindəyik və onu eləmək istəyiriksə, bu zaman to be going to ifadəsini istifadə edirik və bunun anlamı da gələcəyə aid planlaşdırılmış hərəkətləri ifadə etmək üçün istifadə olunur. Bu zamanın zaman zərfləri ən çox işlənənlər tomorrow, next-də olan ifadələr, next day, next week, next month, next summer, etc. Soon, gələcək illər, in 2050 məsələn, 2050-ci ildə bu zaman. Daha sonra the day after tomorrow. The day after tomorrow. Yenə də bunun tərkibində nə var? Tomorrow var da ona görə. Soon. In the future. Bunlarla biz işlədirik hansı zaman? Gələcək zaman formasını. Gəlin indi buna da aid bir neçə test nümunələrinə baxaq ki, daha da yaxşı olsun. Aha, baxaq 32-ci suala. Deməli cümlənin sonunda nə görürəm? Next week görürəm. Nə dedim? Next olan birləşmələrdə hansı zaman idi? Gələcək zaman. Aha. The bookstore. Bookstore nəyə bərabərdir? Itə bərabərdir. İtlə də nə işlənir? İşlənir will. Deməli cavab nə olacaq? D variantı olacaq. The bookstore will open next week. Baxaq 33-cü suala. Cümlənin sonunda nə var? Tonight. Tonight hansı zamanın zaman göstəricisidir? Zaman zərfidir. Gələcək zamanın. Deməli mən gələcək zaman forması işlətməliyəm. Nas in France. Deməli bu da nəyə bərabərdir? Itə bərabərdir. Itə bərabər olduğu üçün nə ilə işlənəcək? Will ilə. Cavab nə olacaq? Y variantı olacaq. Nas in France will stay cloudy and foggy tonight. Baxaq indi 35-ci suala. Deməli biz nə demişdik? Demişdik ki, şərt zaman budaq cümlələrində ondan sonra gəlir indiki, əvvəl gəlir gələcək. Aha, baxaq indi uzlaşmaya. Uzlaşmaya əsasən başqa bir şey də ola bilər.
Uzlaşmada yadınızda qalsın, hər zaman indiki ilə gələcək uzlaşır. Gələcək ilə keçmiş, indiki ilə keçmiş bunlar uzlaşmır. Birinci, deməli nə dedim? If-dən sonra indiki sadə zaman, əvvəlsə gələcək zaman. You'dur deyə nə olmalıdır? Cavab olacaq C variantı. A variantını götürürəm. Çünki when, if-dən sonra şərt və zaman budaq cümlələrində will, shall gəlməz. B variantını götürmürəm. Nəyə görə götürmürəm? Çünki you üçüncü şəxsin təki deyil ki, feilin sonunda s olsun. Ona görə B variantı səhvdir. D variantını dedim, bayaq bu keçmiş zamandadır, bu indikdədir, bu uzlaşmaz. Y variantı da həmçinin bu indikdədir, bu keçmişdədir, ona görə uzlaşmaz. Cavabımız nə olacaq? Cavabımız olacaq C variantı. Baxaq 36-cı suala. Nə görürəm? If görürəm. If görürəmsə, deməli mən burada diqqət eləməliyəm. Aha. Deməli yadınızda qalsın. Qoyun bunu da izah edim. Deməli bir də var. Bir də var future simple in the past. Future simple nədir? Keçmişə nəzərən gələcək. Keçmişə nəzərən gələcək isə would, should vasitəsilə düzəlir. Bunlardan sonra to-suz məstər gəlir. Bəs biz bu zaman formasını nə zaman işlədirik? Bu zaman forması mürəkkəb cümlələrdə keçmiş zaman göstəricisi olarsa əgər, yəni bir cümlə keçmişdədirsə, digərin keçmişə nəzərən gələcək verə bilərik. O zaman uzlaşır. Yenə də sualın inkarı would, should köməkçi feili vasitəsilə düzələcək. Gəlin bir dənə qəşəng cümlə yazaq. Məsələn, deyirəm ki, if I came here, she would see me. Əgər mən ora getsəm, o məni görə bilərdi. Deməli, burada came var deyə hansı zaman oldu? Keçmişə nəzərən gələcək. İndiki zaman formasında isə if I come here, artıq burada she will see olacaq. Me. Gəlin o testə baxaq. Yəni, əsas nəyin çatdırmaq istəyirəm sizə? Bu, əgər cümləmiz, baş cümləmiz keçmişdədirsə, mütləq budaq cümləmiz keçmişə nəzərən gələcək ilə uzlaşır. Yəni, başqa variantdır da, amma keçmişə nəzərən gələcək variantında düz götürülür. Bəs hardan bilinən başdır, hardan bilinən budaqdır? Yadınızda qalsın. Bağlayıcıdan sonra gələn ilk cümlə olur baş cümlə, növbəti cümlə olur budaq cümlə. Demək istədiyim bu idi. Gəlin indi 36-ya baxaq. Deməli, if she enough money, she, A variantı has would visit. Has indiki zamandadır. Would visit isə keçmişə nəzərən gələcəkdir. Uzlaşarmı? Uzlaşmaz. B variantı had would visit, bəli, doğrudur. C variantı had will visit. Axı indi dedim, keçmişdədirsə keçmişə nəzərən gələcək olur. D variantı has shall visit. Bu da doğru ola bilər. İndiki ilə gələcək uzlaşıb. Amma burada nə səhvdir? She ilə shall olmur. She ilə will olur. Ona görə səhvdir. Yəni uzlaşma baxımından bu variant düzdür, amma doğru yerinə qoyulmayıb deyə səhvdir. Y variantı keçmişlə indiki heç vaxt uzlaşmaz. Deməli olacaq cavabımız nə? B variantı. Gəlin maraqlı bir sual var. 37-ci sual. Ona da baxaq. Deməli 37-ci sualda nəyə nəzər salırıq? Deməli burada yenə də uzlaşmaya baxmalıyıq. Mən nə dedim? Keçmişdirsəm, olur. Keçmişə nəzərən gələcək. Hələ ki biz sadə zamanlar keçmişik deyə, keçmişlə bunu deyə bilərik. İndiki olursa nə olur? Gələcək, yəni the past, the future simple. Gələcək sadə olur. İndi believes indiki zamandadır, would help keçmişə nəzərən gələcəkdir. Olarmı? Olmaz. Ona görə birləri çıxıram. Believed would help, bəli, doğrudur. Believed will help olarmı? Heç olmaz. Keçmişdirsə keçmişə nəzərən gələcək. Və bir də olacaq 4. İndiki, bir də gələcək sadə. Cavabımız olacaq Y variantı. Ümidvaram ki, başa düşdünüz. Belə bir gəlin bir də maraqlı bir suala nəzər yetirək.
23-cü sual. 23-cü sualda nə var burada? When var. Deməli, mən nə dedim? Bağlayıcıdan sonraki cümlə olur baş cümlə. Bağlayıcıdan əvvəl olan nə olur? Budaq cümlə. Biz nə dedik? Baş cümləyə uyğun biz budaq cümləyə zaman qoymalıyıq ki, uzlaşsın. Və when-dən və if-dən sonra nə dedik? Will shall gəlməz. Avtomatik Y variantını çıxıram. Qalıram A, B, C, D-nin arasında. İndi baxıram uzlaşmaya. Deməli, got up, get up feilinin keçmişidir. Bu keçmişdir, bu indikidir. Uzlaşar, uzlaşmaz. Həmçinin bu ring feilinin keçmişidir. Bu indikidir, bu keçmişdir. Uzlaşar, uzlaşmaz. Get up rings, bəli, olar. Got up rang. Yəni bunların hər ikisi də indikidir, bunun da hər ikisi keçmişdir. Bunlar B və D variantları uzlaşa bilər. Baxaq görək indi əgər bir testdə 2 variant varsa, avtomatik orada mütləq nəsə var ki, biz onu nəzərdən qaçırmışıq. Aha, burada nə var? Maymazə var. Maymazə nəyə bərabərdir? She'yə bərabərdir. She'yə bərabərdirsə, indiki zamanda feilin sonunda nəyə olmalıydı? S olmalıydı. Ona görə B variantı da səhvdir. Cavab olacaq D variantı. Ümidvaram ki, bu zamanları başa düşdünüz. Növbəti zamanların izahı gələcək. Başqa hansı qayda izahları istəyirsə, şərhlərdə bildirməyi unutmayın.